Salam dostlar. Bugün sizə Hacı Zeynalabdin Tağıyev haqqında insanların illərlə danışdığı ən maraqlı və ağıllı rəvayətlərdən birini danışacağıq. Deyilənə görə bir gün Bakıda bazarlarda balıq tapılmırmış. Dənizdən balıq çıxmır, balıqçılar günlərlə ova getmir. Şəhərdə isə hamı bundan şikayət edirmiş. O zaman bu xəbər Hacı Zeynalabdin Tağıyevə çatır. Ətrafındakılar ona deyirlər: "Hacı, bazarlarda təzə balıq yoxdur, vəziyyət çox pisdir." Hamı düşünürmüş ki, Tağıyev balıqçıları cəzalandıracaq və ya böyük iclas keçirəcək. Amma Hacı sakitcə gülümsəyib belə deyir: "Narahat olmayın, sabahdan hər şey düzələcək." Səhəri gün bütün şəhər qəribə bir hadisənin şahidi olur. Hacı öz faytonuna minib Xəzər sahilinə gəlir. Yanındakılara iri, diri və çabalayan bir balıq gətirmələrini tapşırır. Sonra isə hamının gözləri qarşısında barmağındakı çox qiymətli brilyant üzüyü çıxarır. İnsanlar heyrətlə ona baxırmış, çünki həmin üzük o dövr üçün sərvət sayılırdı. Tağıyev heç nə demədən üzüyü nazik simlə balığın quyruğuna bağlayır və balığı dənizə buraxır. Ətrafdakılar çaşqın halda soruşur: "Hacı, siz nə etdiniz?" Tağıyev isə sadəcə gülümsəyərək uzaqlaşır. Bir neçə saat sonra şəhərə xəbər yayılır ki, Hacı Zeynalabdin Tağıyev dənizə brilyant üzük atıb. Bu xəbəri eşidən bütün balıqçılar bir anda dənizə axışır. Hamı həmin qiymətli üzüyü tapmaq istəyirmiş. Günlərlə ova çıxmayan balıqçılar gecə-gündüz tor atmağa başlayır. Xəzərdə yüzlərlə qayıq görünür. 2 gün sonra isə möcüzə baş verir. Bakı bazarlarında o qədər balıq olur ki, piştaxtalarda yer tapılmır. İnsanlar illər sonra belə bol balıq görmədiklərini danışırmış. Balıqçılar isə üzüyü tapmaq ümidi ilə daha çox ov edir. Nəticədə həm özləri qazanır, həm də şəhərdə bolluq yaranır. Bu rəvayət Hacı Zeynalabdin Tağıyevin nə qədər uzaq görən və ağıllı insan olduğunu göstərən ən məşhur hekayələrdən biri hesab olunur. O, insanları məcbur etmədən, cəza vermədən sadəcə ağlı ilə problemi həll etmişdi. Buna görə də xalq arasında onu təkcə milyonçu yox, həm də müdrik insan kimi xatırlayırlar.